Salam əziz tələbə adını qazanmaq istəyən şagirdlərimiz. Bugünkü mövzumuz The Article mövzusudur. Article mövzusu ingilis dilində ən əhəmiyyətli mövzulardan biridir. Əsasən isimlə bağlıdır, isimə aiddir və gəlin ətraflı öyrənək görək artiklı hansı hallarda, hansı formada işlədirik. Artiklın iki növünü öyrənəcəyik. Indefinite article and definite article. Indefinite article en, definite article isə the article'dır. D şəklində, D şəklində tələffüz olunur. Gəlin ətraflı ilk olaraq başlayaq. Indefinite article, yəni en artiklı. En artiklı harda, necə, hansı hallarda işlədilir? İlk olaraq en artiklın işlənmə forması saya bildiyim tək isimlərin qarşısında işlənir. İsim haqqında bizə ümumi məlumat verir. Nə deməkdir ümumi məlumat vermək? For example, nədir? Deyirəm ki, a phone, a table, a chair, a boy. Yəni bunun tək olduğundan da əlavə bizə a phone deyəndə, yəni bir telefon, bir əşya, nə üçünsə phone deyəndə, yəni deyək ki, məsələn, zəng etmək üçün, danışmaq üçün, hər hansı bir video izahı izləmək üçün bizdə istifadə olan bir əşyadan danışılır. A book deyirəm, yazılı olan, içərisində mətnlər ya dərslik üçün istifadə etdiyimiz bir əşyadan danışırıq. Bu anlamda deyirik ki, ümumi mənada əşya haqqında ümumi məlumat verir. E ilə N-in arasındakı fərq nədir? E artiklı N artiklı sait səslə başlayan isimlərin qarşısında işlənir. Yəni, əgər artikl sait səslə başlayırsa, diqqət etməli lazım olan şey səsdir. Yəni, hərif deyil, yazı deyil, səsə diqqət eləyəcəyik. E artiklı isə samit səslə başlayan isimlərin qarşısında işlənir. Gəlin biz burada daha genişləndirim və daha ətraflı şəkildə baxaq. Baxın, burada samit səslə yazılır, amma sait səslə oxunur. Ona görə an, hour, yəni qarşısındakı H hərfini tələffüz etmədiyim üçün, hour şəklində tələffüz etdiyim üçün an artiklını işlətdim. Amma digər burada diqqətlə baxın, sait səslə yazılıb, amma biz onu samit səslə tələffüz etdiyimizə görə qarşısında E artiklını istifadə eləyirik. University. Baxın burada. Euro. Baxın, saitlə yazılıb, amma samitlə tələffüz etdiyimə görə qarşısında E artiklını istifadə edirik. Yəni, səsə diqqət yetirəcəyik, hərfə deyil, yazıya deyil. Əgər isimin qarşısında təyin edici varsa, bu zaman biz həmin təyin ediciyə görə artikl yerləşdirəcəyik. Yəni, isimə deyil, həmin təyin ediciyə uyğun olaraq artikl yerləşdirəcəyik. Baxın, mən burada samit səslə başladığına görə qarşısında E artiklını verdim. Amma mən sözünün qarşısına bir təyin edici keçdi və bu təyin edici saitlə başladığına görə N artiklını istifadə etdim. Burada artıq mənə deyil də, mən sözünə deyil, qarşısındakı old sözünə görə artiklı verdim. Yəni, isimin qarşısındakı təyin ediciyə görə, sifətə görə həmin artiklı istifadə edəcəyik. Gəlin, digər hallarda baxaq görək ki, digər hallarda indefinite article işlədilir. Birinci olaraq dedik ki, sayıla bilən tək isimlərlə işlənir. A book, a teacher, a student, an animal, an umbrella və s. kimi işlədə bilirik. Sonra burada haqqında ilk dəfə danışılan, dinləyənə hələ məlum olmayan, sayıla bilən tək isimlərlə işlədilir. Belə deyək də, yuxarıda artıq məlumat verdi ki, sayıla bilən tək isim və bizə ümumi məlumat verərsə, en artiklından işlədirik. Burada zeriz ifadəsini veribdir. Gəlin biz bu zeriz ifadəsini burada bu şəkildə. Zeriz ifadəsi özündən sonra sayıla bilən tək isim gətirirsə, o zaman burada en artiklından istifadə eləyəcəyik. There is a picture, I have a computer. Yəni, belə deyək, ilk dəfə bir əşya haqqında danışırıq və o əşya bizə
məlum deyilsə, nədən danışırıq? Yəni əşya haqqında ümumi məlumat veririk. İlkin olaraq bir məlumat veririk və o isim, o əşya sayılırsa, təkdədirsə, o zaman biz onun qarşısında an artiklını işlədirik. Zeriz ifadəsindən sonra z artikl işlədilməz. Buna diqqət edirik. Sonra nida cümlələrindən danışır burada. Nida cümlələrini bilirik ki, what, bir də how ilə düzəlir. What ilə düzələn nida cümləsində isim tələb eləyirdi və yenə də buradakı isim əgər sayıla bilən tək isimdirsə, qarşısında article işlədəcəyik. Peşə, sənət ifadələri, sözlərin ifadə edən isimlər varsa, o zaman an artiklından istifadə eləyəcəyik. Tom is an engineer, I am a teacher, she is a student və s. kimi peşə bildirən isimlərin qarşısında an artiklını işlədirik. As such, rather, quite sözlərindən sonra sayıla bilən tək isim gəlirsə, o zaman an artiklından istifadə eləyirik. Vaxt, məsafə, məbləğ, ölçü bildirən isimlər an artiklından istifadə olunur. Baxın, bura qədər də nə var? Ümumiləşdirsək, sayıla bilən tək isimlərin qarşısında an artiklını işlədirik. Yəni, diqqət yetiririk ki, əgər bir isim sayılırsa və belə deyək də təkdədirsə, həmin isimin qarşısında mən an artiklını işlətməliyəm. Əgər o isim haqqında ümumi və ilkin məlumat verilirsə, işlətməliyik. Daha sonra burada 100, 1000, million sözləri var. Bunlar qarşılarında artiklını tələb edir, mütləq şəkildə tələb edir. 100, 1000, a million və ya da one sözünü işlədə bilərik. 100, 1000, 1 million şəklində işlədə bilərik. Amma bir dənə bura diqqətlə baxaq, amma əgər oflu birləşməyə keçərsə, o zaman artiklı düşür, qarşısında of s-lə qəbul edib, of-u qəbul etdikdən sonra s-i də qəbul edir. Yəni, hundreds of, thousands of, hundreds of deyə bilmərəm. Bu yanlış olar. Məna tərcümədə də belə deyək də fərq var. 100 books, 100 kitab. Konkret olaraq sayı bəllidir. Hundreds of books deyəndə isə yüzlərlə kitab şəklində tərcümə olunur. Daha sonra bunu təyin edicilər keçəndə də keçmişdi. Əgər iki isim yanaşı gələrsə, biz birinci deyil, ikinci isimə baxacağıq. Yəni, ikinci isim sayıla bilən təkdədirsə, o zaman qarşısında an artiklını işlədirik. An information center sözündə information sayıla bilməyən sözdür. Amma biz burada informasiyadan deyil, informasiya mərkəzindən danışırıq. News program deyəndə news xəbər proqramı, xəbərdən deyil, proqramdan danışırıq. Furniture shop deyəndə biz furniture'dan deyil, mağazadan, yəni mebelin mağazasından danışırıq. Yəni bizə vacib olan nədir? İkinci isim. Bu isim də sayıla bilən təkdədirsə, qarşısında an artiklını istifadə edəcəyik. Daha sonra nələrə diqqət yetirməliyik? Yenə təyin edici mövzusundan kəmiyyət bildirən, tutum bildirən sözlərdə öyrənmişdik. A jar of, a slice of, a bottle of, a piece of və s. A glass of, a bunch of. Bunlarda artıq biz nə ilə öyrənmişdik ki, bunlar article ilə işlədilir. Daha sonra alternative questionlarda istifadə edəcəyik. Gəldik burada daha vacib olan bir yerə, to have feilinin işlədilməsinə. Have feili yemək adlarında, baxın burada yemək adlarında breakfast, lunch, dinner, supper kimi ifadələrdə article yoxdur. Amma burada bir şey diqqətinizə çatdırmaq istəyirəm. Gəlin bunu daha geniş formada yazım. Have lunch, have dinner, have breakfast. Görürsünüz, burada article yoxdur. Amma əgər bunun qarşısına bir təyin edici girərsə, o zaman mən article işlədə bilərəm. Have a, deyək ki, have a tasty lunch. Dadlı qəlyanaltı etmək. Burada tasty təyin edici olduğuna görə qarşısına article verdim. Əgər təyin edici yoxdursa, article da yoxdur.
Have a lunch deyə bilmərəm. Have a breakfast deyə bilmərəm. Qarşısında təyin edici varsa article var, yoxdursa article yoxdur. Yəni qısacası to have fiili yemək adları ilə işlədildikdə article yoxdur, amma to have fiili digər birləşmələrində have a talk, have a shower, have a walk, have a good time, have a rest, have a bus bu kimi ifadələrdə article-ını istifadə edirik. Daha sonra bir də burada set expressionlarımız var. Bu set expressionları baxın burada saxlayıram. Siz də ekranı dondurun. Bunları mütləq şəkildə qeydlərinizi aparın. Əzbərdən öyrənməli olduğunuz ifadələrdir. Sabit ifadələrdir ki, bunlar qəliblərdir də deyək ki, sabit ifadələrdir ki, bunlar məhz bu şəkildə istifadə olunur. Go for a walk. To have a good time. That's a pity. What's a pity? In a word, in a whisper, in a hurry və s. Bunlar sabit ifadələrdir və bu şəkildə istifadə olunur. Daha sonra keçdik definite article-a. Belə deyək də, indefinite article haqqında bu qədərə. Əsasən indefinite article nələrlə işlənir? Peşə adlarının qarşısında işlənir, sayıla bilən tək isimlərlə işlədilir. Bir də to have feilinin yeməklə bağlı deyil, digər birləşmələrində daha çox istifadə olunur. Bir də lazım olur 100, 1000, a million rəqəmlərini işlətdiyimiz vaxt, məsafə, məbləğ, ölçü bildirən isimlərlə işlədilir an article. Article sait səslə başlayarsa, daha doğrusu article samit səslə başlayarsa, an article isə sait səslə başlayarsa istifadə olunur. Keçdik indi definite article-a, müəyyənlik article. Adından da görünür ki, müəyyənlik. Yəni, bir əşyanı, belə deyək də, göstərirəmsə, mənə məlum olan əşyadan danışıramsa, o zaman, bəli, Z article-dan istifadə olunur. İki cürə oxunması var. Z article-nın iki cürə oxunması var. Samitlə başlayan isimlərdə də, saitlə başlayan isimlərdə isə the kimi oxunur. The man, the apple və s. Z artiklı sayıla bilən, sayıla bilməyən, tək, cəm, bütün isimlərin qarşısında işlədilə bilər. Amma həmin isimlər məlumdursa, yəni məlumat verdiyim isim haqqında məlumdursa, hansı isimlə danışıram, məlumdursa, o zaman the article-ını istifadə edirəm. An article haqqında danışanda nə dedik? Dedik, ümumi məlumat verir. Yəni, belə deyək də, bir əşya haqqında ümumi məlumat. Amma the article-ını xüsusiləşdirdiyim halda, yəni xüsusi məlumat verdiyim haqqında istifadə edəcəyik. The article bir növ tərcümədə həmin mənasını verir, o mənasını verir. This işarə vəzliyinə də bəzən bərabər olur. Məsələn, the book, kitab, this book, bu kitab eyni mənanı bəzən daşıya bilir. Birinci işlənmə qaydasını burada verib ki, yəni əvvəlcədən məlumat verilmiş, həm danışanı, həm də dinləyənə məlum olan isimlərin qarşısında istifadə. Gəlin nümunələrdə verib, nümunələrlə daha yaxşı izah elə. Məsələn, belə bir cümlə verib. She loves flowers. Görürsünüz, burada article yoxdur. O çiçəkləri sevir. Hansı çiçəkləri sevir? Ümumiyyətlə, yəni dünyada olan, deyək ki, bütün demək olar ki, çiçəkləri sevir. Fərqi yoxdur, çiçək sevir. Bir də deyirik ki, she loves the flowers in your garden. O, sənin bağındakı çiçəkləri sevir. Burada artıq nə var? Xüsusiləşdirdim artıq ki, yəni o, sənin bağındakı, məhz sənin bağındakı çiçəklər. Artıq hansı çiçəklərdir? Sənin bağındakı çiçəklər. Məlum olduğu üçün qarşısında neynədik? Z artiklını istifadə etdik. Sonra dünyada tək olan varlıqların qarşısında the sun, the moon, the earth, the sky, the world və s. bunların qarşısında Z artiklını işlədirik. Sifətin dərəcələrini keçəndə öyrənmişdik ki, sifətin üstünlük dərəcəsinin qarşısında Z artiklını işlədirik. Sonra, baxın, burada bəzi sifətlər var. Belə deyək,
adi dərəcədə olan sifətlərdir və bu sifətlərin qarşısında biz the article-ını işlətməklə həmin sifətləri isimləşdirib və cəmləşdiririk. The young, gənclər, the old, qocalar, the homeless, evlər, the poor, kasıblar, the blind, körlər, the deaf, karlar və s. kimi istifadə olunur. Bəzi sifətlərin qarşısında the article-ını işlətməklə onlar həm isimləşir, həm də cəmləşir. Bu halda s və yaxud da es qəbul etmədən cəmlik bildirir. Yəni, məsələn, old sözünü olds deyə bilmərəm. The olds yox. Sadəcə the old. Bu artıq sözü, the article artıq ismi orada, daha doğrusu sifəti isimləşdirdi və cəmləşdirdi. Sonra belə deyək də adlar, adların, insan adlarının qarşısında, soyadların qarşısında article işlətmirəm. Məsələn, deyə bilmərəm Etom və yaxud da yəni öz milli adlarımızdan gedək. Deyə bilmərəm ki, məsələn Orxan və yaxud da Z Orxan və yaxud da Z Əliyev Orxan və yaxud da Əliyev Orxan və s. Bu tipdə ifadələr işlədə bilmirik. Amma soyadların qarşısında, baxın, soyadların qarşısında the article gəlir və soyadı cəmləşdirir. Bu da bir insanı deyil, bütün ailəni nəzərdə tutmuş oluruq. Məsələn, Cəfərovs, Cəfərovlar ailəsi. Desəm ki, Cəfərov, deyək ki, Orxan, burada nə Z, nə Ən, heç bir artikel istifadə etməyəcəm. Burada sırf Orxandan söhbət gedir və ehtiyac yoxdur artikla. Amma bir də deyirəm ki, Cəfərovlar ailəsi. Bu zaman Z Cəfərovs. Burada Cəfər özü, atası, anası, varsa bacısı, qardaşı, nənəsi, babası hamısı bu ailənin daxilindədirsə və hamısını nəzərdə tutmuş oluram. Olacaq burada Z Cəfərovs, yəni Cəfərovlar ailəsi. The Browns, yəni Brownlar ailəsi. The Smiths, yəni Smithslər ailəsi. Yəli halda öyrənəndə demişdik ki, the article gələrsə ailədə burada S apostrof istifadə edirik. Bunu yəli halı izahında qeyd etmişdim. Sonra sıra saylarının qarşısında istifadə olunur. Sıra saylarında bir qısaca olaraq izah eləyim. The first, the second, the third, birinci, ikinci, üçüncü bunlar kökündən dəyişir. Amma 4-dən başlayaraq sayların sonuna TH şəkilçisini artırmaqla sıra sayını düzəldirik. Məsələn, 10 10-dur, 10-cu tense, the tense şəklində olacaq. Və yaxud da 7 7-dir, 7-ci the sevens olacaq. 20 20-dir, 20-ci 20s, the 20s şəklində olacaq. Sıra saylarının qarşısında işlənir. Bir də onu deyim ki, sıra sayları özlərindən sonra təksim gətirir. Yəni, birinci yer, birinci uşaq, ikinci kitab və yaxud da 20-ci tapşırıq dediyimiz zaman burada özündən sonra gələn isim mütləq şəkildə təkdə olur. Miqdar sayları özündən sonra cəm isim gətirir. Bunu mütləq şəkildə bir yerdə qeyd eləyin. Miqdar sayı özündən sonra cəm isim gətirir. Sıra sayısı özündən sonra tək isim gətirir. Sonra keçdiyi play sözünün işlədilməsinə. Play bir oynamaq, bir də çalmaq, ifa etmək mənası var. Əgər çalmaq mənasını verəcəksə, o zaman Z artiklını işlədəcəyik. Əgər oynamaqdırsa, Z artiklı işlədilməyəcək. Bunu daha çox nümunələr şəklində yadınızda saxlaya bilərsiniz. Yəni, nümunə dediyimiz play the football, play the golf deməyəcəm. Baxın, play football, play golf, play volleyball. Baxın, burada Z artiklı yoxdur. Amma play the guitar, play the piano. Görürsünüz, musiqi alətlərinin qarşısında Z-ni işlədir. Musiqi alətlər deyəndə play ilə işlədilərsə, oynamaq mənasını verdiyi üçün Z artiklını veririk. Sonra dillərin qarşısında, language sözünün qarşısında Z artiklını işlədəcəyik. Burada nümunəyə diqqətli olun. Bu uşaqları ən çox çaşdıranlardan biridir.
Language sözü varsa Z artiklı var. Language sözü yoxdursa Z artiklı yoxdur. Hər ikisi də eyni mənaya gəlir. The English language, English. İkisi də İngilis dili deməkdir. Sonra keçdik buradan su hövzələri. Çaylar, dənizlər, okeanlar, göllər, kanallar, boğazlar, bunların hamısının qarşısında Z artiklı işlədilir. Amma nə var burada? Bunu belə burada kısaca izah edeyim bildiyimiz. Məsələn, deyirəm ki, kür. Kür çaydır. Bilirik ki, çaydır. Böyükdən kiçiyə hər kəs bunun çay olduğunu bilir. Çay olduğunu bildiyimizə görə qarşısında Z artiklını işlədirik. Z, bunu belə də yaza bilərəm. Z, river, kür ya da sadəcə Z, kür formasında da işlədəcək. Yəni, bu river sözünün burada olub olmamasının heç bir əhəmiyyəti yoxdur. Kürün çay olduğunu bildiyim üçün qarşısında Z artiklını işlədirəm. Eyni qaydada da ocean, sea, dəniz, okean sözləri. Məsələn, deyirəm ki, Atlantic Ocean. Nədir burada? Ocean sözünün olub olmamasının heç bir əhəmiyyəti yoxdur. Atlantikanın bir okean olduğunu, Atlantik bir okean olduğunu bildiyim üçün qarşısında Z artiklını işlədirəm. Amma lake sözündə elə deyil. Yəni, ya biz lake sözünü işlədəcəyik, ya da Z-ni işlədəcəyik. Məsələn, deyirəm ki, Z, Baykal. Ya Z Baykal deyəcəyik, ya da ki, Lake Baykal. Yəni, ya Z-ni, ya da ki, lake sözünü işlədəcəyik. The Lake Baykal deyə bilmərəm. İkisindən birini seçəcəyik. Baxın, burada da eyni şeyi verib. Nümunədə də görürsünüz, The Lake Baykal olmaz. Bu şəkildə işlədilməz. Ya The Baykal, ya da Lake Baykal şəklində işlənir. Bir də burada körfəz adları, yəni körfəz bay deməkdir. Bay sözünün qarşısında, yəni körfəzlərin qarşısında işlətməyəcək. Digər su hövzələrinin qarşısında hamısında işlədirik. Çaylar, dənizlər, okeanlar, göllər hamısını Z ilə verə bilirik. Kanallar, boğazlar və s. Daha sonra ada qrupları. Baxın burada. Ada qrupları, dağ silsilələri. Qrup və silsilə şəklindədirsə Z artiklını işlədirik. Yox, tək bir adadan və yaxud da tək bir dağ zirvəsindən söhbət gedirsə, burada Z artiklını işlətməyəcək. Bax, bizə ən çox belə deyək də, işarə ipucu kimi bax S-lər var. Bunlar bizə burada Z artiklını işlətmək lazım olduğunu deyir. Baxın, burada Z artiklını işlətmək lazım olduğunu deyir. Yəni, The Bahamas, yəni Bahama adaları ada qrupudur. The British Isles, Britaniya adaları, burada artıq ada qrupudur. The Alps, Alp dağları. The Himalayas, Himalay dağları. Görürsünüz, burada qrupdur, silsilədən söhbət gedir. Amma, məsələn, deyək ki, Bazar düzü bir zirvədir. Və burada Z artiklını işlətməyəcəm. Və yaxud da Everest bir zirvədir. Tək zirvə olduğuna görə mən burada Z artiklını işlətməyəcəm. Yəni, silsilə cəm şəkildə varsa işlədirik, təkdirsə işlətməyəcəyik. Qısacası belə deyim. Səhra adlarının qarşısında Z artiklını işlədirik. Sonra sahil, bank, coast, shore sözləri varsa o zaman işlədirik. Bir də Londonun hissələri, the cities, the west end, the east end, bunların qarşısında Z artiklını işlədirik. Burada coğrafi cəhətlərlə Z artiklını işlədirik. In the north, in the west, in the south şəklində işlədirik. Amma baxın uşaqlar, əgər North America, bax, the north deyirəm, amma Amerika gətirərsə, yəni yer adı gətirərsə, o zaman artikl işlətməyəcək. Bunu yuxarıda da qeyd etdik ki, belə deyək də, adam adları, ölkə adlarının qarşısında Z artikl işlədilmir. Burada işlətməyəcək. Amma bir şey deyim sizə, nə var burada? Baxın, deyirəm ki, north, the north verə bilirəm. North
Amerika, Afrika, nə bilim harasa verdəndə verməyəcəm Z artiklını. Amma bu oflu birləşməyə keçərsə the north of America. Baxın, oflu birləşməyə keçərsə Z artiklını işlədəcəyik. Yəni, belə deyək, burada bir punkt da var idi orada. Oflu birləşmələrdə Z artiklını işlədirik. İndi onu da izah eləyəcəm. Burada Amerika sözü ofla ayrılır deyinə biz artıq qitə adlarının qarşısında Z artiklını işlədə bilirik. Oflu birləşməyə keçərsə işlədəcəyik, amma birbaşa ölkə ilə, qitə ilə birləşərsə işlətməyəcəyik. Sonra dedik, qeyd etdik ki, ölkə adları, şəhər adları, bunların qarşısında Z artiklı işlədilmir. Amma bunların qarşısında Republic, Union, Kingdom, State, Emirate, Federation sözləri varsa işlədəcək. Məsələn, gəlin belə bir şey deyim. Deyirəm ki, Azərbaycan. Azərbaycan deyə bilmərəm. Amma Azərbaycan Republic. Yəni, orada Republic sözünə görə Z artiklını istifadə eləyə bilərəm. Bir də ki, biz artıq belə deyək də United Kingdom sözünü artıq bizim işlədirik. The United Kingdom, the United States of America. Baxın, burada Kingdom, State sözünə görə, Federation sözünə görə işləndirir, State sözünə görə işlədirik, Republic sözünə görə Z artiklını işlədirik. Onlar yoxdursa, Z artiklı da yoxdur. Bəzi topluluq bildirən şəhərlər var, yəni istisna şəhərlərimiz var. Dedik ki, şəhər ölkə adlarının qarşısında işlədilmir. Amma topluluq bildirən və bir sıra istisna ölkələrimiz var ki, onların qarşısında Z artiklı işlədilir. Bax, onlar da burada bir qismi verilib, bizə lazım olan qismi verilib və biz bunları mütləq şəkildə əzbərdən yadımızda saxlamalıyıq. Ən azından The Vatican, The Netherlands, The Philippines, bunları yadımızda, The Maldives, bunları yadımızda saxlamalıyıq. Sonra keçdik, millət adlarının qarşısında Z artiklı işlənir. The French, fransızlar, The Spanish, the English, the British, bunların qarşısında Z artiklı millət kimi götürəcək və istifadə olunur. Amma baxın, millət adları people sözünü qəbul edərsə, o zaman artikl işlətməyəcək. Yəni, belə deyək də, ya the English deyəcəm, ya da English people deyəcəm. The English people deməyəcəm. Sonra, yuxarıdakı sözlər cəmdədir, onları tək isimlə işlədilir. Onlar təkdə də işlədilir, belə deyək. Məsələn, yuxarıda ingilislərin hamısını nəzərdə tuturam. Amma bir ingilis adamla danışanda nə deyəcəm? Englishman ya da English woman şəklində. Burada French man ya da woman sözündən istifadə eləyəcəyik bu zaman. Yəni, belə deyək də, ingilislər deməyəndə, bir ingilisdən danışanda burada man, woman sözündən istifadə edir. Englishman, English woman tək olduğuna görə qarşısında an artiklını, artiklından istifadə edəcəyik. Digərlərində necə olur? Sonu, baxın, burada birləşmələrlə Chinese S birləşməsi ilə bitən millət adlarını təkdə eyanla, cəmdə Z ilə verəcəyik. Necə olacaq? Japanese, bir Yaponlu, the Japanese, Yaponiyalılar hamısı. Chinese, bir Çinlidən, the Chinese, Çinlilərin hamısından danışacağıq. Bura qədər digər nümunələr də var. Baxın, bu qrupa aiddir. Qalan millətlər təkdə eyan, cəmdə isə S-lə. Yəni, belə deyək də, English, French, bunu daha çox bəzi kitablarda sonu CH, SH ilə bitənlərdə Z artiklı ilə verdiyimiz zaman millətlər cəmdə olur. Ümumiyyətlə, millət göstərir isə cəmdə olacaq. Təkdə verməyim üçün woman, mən sözündən istifadə eləyəcəyik. Amma sonu S ilə bitən millət adlarını təkini E ilə, cəmini isə Z ilə verəcəyik. Sonra qalan millət adlarını təkdə EN, cəmdə isə S ilə. Qalanda nə var? Məsələn, gəlin öz millətimizi götürək. Ən Azərbaycani
Azərbaycanlı, bir Azərbaycanlı, the Azerbaijanis, Azərbaycanlılar. Baxın, burada neynədir? S şəkilçisini qəbul etdi, qarşısında da Z artiklını verdi. Amma yuxarıdakını görürsünüz, Japanese, bir Japonlu, the Japanese, Yaponiyalılar. Burada artıq S yoxdur, sadəcə Z artiklı var. Burada isə S'i də qəbul etdi. Məsələn, Georgian, the Georgians, S qəbul etdi. Sonra bəzi ifadələr, sözlər var ki, onlar Z artiklı ilə işlənir. The same, the different, the following, the end, the only, the radio, on the phone, on the radio şəklində istifadə edirik. Amma TV sözünü Z artiklı ilə işlədilməyəcək. The TV deyə bilmərik. Buna da diqqətli oluruq. Və növbəti bu test suallarından birinə düşən mövzudur. Z ilə last sözünün, daha doğrusu next ilə last sözünün Z artiklının işlədilməsi. Bunlar özlərindən sonra zaman bildirən ifadələr gətirərsə, nə kimi ifadə ola bilər? Burada məsələn, next week, next year, next Monday, next summer, last year, last Monday, last Friday kimi biz bunları keçmiş sadə zamanla və gələcək sadə zamanda öyrənəndə demişdik. Bunlar bir zaman zərfi kimi götürürük və qarşısında Z artiklını gətirir. Amma digər hallarda sifətin üstünlük dərəcəsi kimi götürüb Z artiklını işlədə bilərik. Məsələn, deyirəm ki, the next station ya da the last book, the next room zaman bildirən ifadələrdən çıxandan sonra the next, the last deyə bilərik. Amma zaman bildirən ifadələrdə isə next, last olduğu kimi qalacaq. Sonra age sözünün işlədilməsi. Konkret bir yaş dövründən gedirsə, deyək ki 90 yaşında, 15 yaşında, 30 yaşında deyiriksə, Z artiklını istifadə eləyirik. Amma hər hansı bir yaş dövrünü götürürsə, uşaqlıqda, erkən yaşda dediyimiz zaman EN artiklından istifadə eləyəcək. Burada da nümunə verilir. At the age of 15, baxın 15 yaşını konkret olaraq göstərir. Amma at an early age, erkən yaşında dediği zaman artıq bu həmən dövrü ortalama götürür. Ona görə də ümumiyyətlə həmən dövrdən danışır deyinə. Ona görə EN artiklını işlədirik. Sonra of sözünü işlədərkən, ismi yəli halında of sözünü işlədərkən hər iki tərəfdə Z artiklını verirəm. Yəni burada da Z artiklını verəcəm. Amma bəzi isimlər var ki, oflu birləşməyə gəlir, amma onlar Z artiklından işlənə bilməz. Adam adları verək və yaxud da şəhər adları verək. Elə isimlər var ki, onlar Z artiklından işlədilmir. İşlədilmirsə, oflu birləşmədə belə olsa işlətməyəcək. Məsələn, burada the capital of the country, burada isə the capital of England. İngiltərə ölkə adı bildirdiyinə görə qarşısında Z artiklını işlədə bilmərəm. Oflu birləşməyə girsə də işlədə bilməyəcəm. Girməsə də işlədə bilməyəcəm. Sonra how ilə bağlı olan, yuxarıda qeyd etdik ki, nida cümlələri what-la olur, how-la. What-la olanda dedik EN artiklı işlənir, how ilə olanlarda isə Z artiklı işlədəcək isim varsa əgər cümlədə. Günün üç hissəsini in the morning, in the afternoon, in the evening, during the evening, during the afternoon, during the morning. Burada Z artiklı var. Amma məsəl üçün baxın at night, midnight, bedtime. Burada Z artiklı yoxdur. Bunları Z artiklından işlətməyəcək. Sadəcə bax bunları Z artiklı ilə veririk günün hissələrindən. Sonra hər kəsə məlum olan bir sıra obyektlər var ki, bunlar artıq görürsünüz. Z artiklı ilə işlənir. The country, the village, the post office, bus stop, the zoo, the gallery, bunların qarşısında Z artiklı işlədilir. Əmr cümlələrində close the door, qapını zəhmət olmasa bağlayın. Artıq qapını bağlayın deyəndə məlum məsələdir ki, orada bir qapı var və o qapı bağlı. Qapını bağla deyəndə məhz o qapını nəzərdə tutduğumuza görə Z artiklı ilə istifadə edirik. Sonra vasitəsiz nitqdəki müəllif. Burada nə var?
The woman said, qadın dedi ki, burada qadın nədir? Qadın burada müəllifdir. Kimdir müəllifdir bilirəm, ona görə Z artiklını işlətdim. The man is waiting for you in the yard. Sizi gözləyən, sizi həyətdə, kişi sizi həyətdə gözləyir. The man is waiting for you in the yard. Kişi sizi həyətdə gözləyir. Burada da artıq yəni qadın dedi, kimdən, nədən, harda kimdən danışdığımızdan məlum olduğu üçün qarşısında Z artiklını işlədirik. Sonra təşkilat müəssisə adlarının qarşısındakı bunlar yenə deyirəm əzbərə dayanıqlı mövzu olduğu üçün ekranda görürsünüz, əzbərdən öyrənirsiniz ki, hansılar The UNESCO, sonra The BBC, The Red Cross, The NATO, bunlar hamısı Z artiklı ilə işlədilir. Məşhur tarixi tikililər Z artiklı ilə işlədilir, amma istisnalarımız var. Burada istisna nədən ibarətdir? Yəni, baxın, Big Ben, Buckingham Palace, Westminster Abbey, bunlar Z artiklı ilə işlədilməyəcək. Yəni, tarixi tikilidir, qədim tarixi tikilidir, amma Z artiklından işlədilmir. Amma digərləri Z artiklından işlədəcək. The Eiffel Tower, The Statue of Liberty, The Great Wall of China və s. Bunlar Z artiklından işlədilir. Bu 3 dənəsindən başqa. Muzey, qaleriya, kino, teatr adları Z artiklı ilə işlədilir. Sonra The National Gallery, The Nizami Cinema və s. The British Museum, bunlar Z artiklından işlədilir. Məşhur tarixi hadisələr Z artiklı ilə işlədilir. The Stone Age, The Middle Age və s. One of sözü özündən sonra gələn Z artiklı ilə işlədilir. Was sözü qarşısında hər hansı bir təyin edici deyəndə sifəti nəzərdə tuturam. Yoxdursa Z artiklı ilə işlədilir, varsa işlədilmir. Sonra burada, baxın, burada da set expressionlar var, yəni sabit ifadələr. Z ilə in the past, in the present, in the future, at the moment, at the weekend və s. On the left, on the right. Baxın, bunlar məhz Z artiklı ilə işlənən ifadələrimizdir ki, dəyişilməyən ifadələr. Bunları da görürük. Burada isə Z artiklı ilə, bilmirəm, yuxarıda gözümdən mi qaçdı, nədirsə, biz burada, mən bunu ayrıca qeyd edeyim. Z artiklının işlədilməsi ilə bağlı most sözünü, onu mütləq şəkildə qeyd etmək istəyirəm, most sözünün işlədilməsi ilə. Most özü isim gətirərsə, o zaman Z artiklı yoxdur. Yox, most sözü özündən sonra sifət gətirərsə, o zaman üstünlük dərəcəsi kimi Z artiklını istifadə eləyəcək. Məsələn, most students, most people, most books verdiyimiz zaman Z artiklı yoxdur. Amma the most beautiful, the most important, the most expensive kimi istifadə eləyə bilirik. Sabit ifadələrdir. Burada isə işlənməyən, artikl işlənməyən hallardır. Mən artıq yuxarıda onları verdikcə bunları da qeyd etdim. İstəsəniz özünüz də göz gəzdirə bilərsiniz. Nə var burada? Tək adı adlarının qarşısında işlədilmir. Hər hansı bir əşya haqqında ümumi danışanda bu əşya insanlar və əşyalar haqqında ümumiyyətlə danışdıqda artikl işlədilmir. Yəni, I love flowers, çiçəkləri sevirəm. Yuxarıda bunun haqqında geniş danışdıq. Hansı çiçəklərdir bilmirəm. Ümumi məlumat verirəm, artikl işlədilmir. Tək adı adları, tək dağ zirvələri olarsa artikl işlədilmir. Amma qrup şəklindədirsə işlədilir. İdman növləri, oyun adlarının qarşısında işlədilmir. Play sözündən nümunə gətirdik. Play voleybol, play tenis olmur. Amma play sözü, play the piano, play the guitar, musiqi çalmaq mənasında deyək. Çalmaq mənasında isə Z artikl işlədilir. Elm fən adları qarşısında artikl ümumiyyətlə işlədilmir. Yemək adları breakfast, dinner, supper, lunch, bunların qarşısında artikl işlədilmir. Adam adlarının qarşısında, ölkə, şəhər adlarının qarşısında işlədilmir. Yuxarıda istisnalar var idi, burada da istisnaları veribdir. Qitə, materik adlarının qarşısında işlədilmir. Most sözünü burada qeyd edibdir. İsim gələrsə Z artiklı yoxdur, sifət gələrsə Z artiklı var.
Sonra isim, bir də burada bunu diqqətimizi çəkmək istəyirəm. İsim özündən sonra miqdar sayı gətirərsə və yaxud da miqdar sayının işlənərsə, bax, chapter 3, 6 pages, 3 chapters, 6 səhifə, 3 bölmə və yaxud da exercise 5, bus 6, avtobus, 6-cı avtobus və s. Bu zaman biz artikel işlətməyəcəyik. Bunlara diqqətli olaq. Bir də ən çox artikeldə uşaqları ən çox narahat edənlərdən biri bu yəli əvəzləyilən və isimin yəli halı ilə isimin arasında artikelin yerləşməməsidir. Buna diqqətli oluruq. Baxın, burada nə var? Brothers yəli haldır, car. Car burada sayılan tək isimdir, amma qarşısında yəli hal var deyən isimlə arasına artikel girməz. Yəli halla isimin arasına artikel girməz. İstəyir sayılan olsun, istəyir sayılmayan olsun, istəyir təkdə olsun, istəyir cəmdə olsun, istəyir ümumiləşdirilmiş və ya xüsusiləşdirilmiş olsun, heç bir fərqi yoxdur. İsimin yəli halı ilə yəli əvəzliklərini isimin arasına artikel girməz. Daha sonra burada by sözünə diqqətimizi cəlb eləmək istəyirəm. By sözünü nəqliyyat vasitələri ilə istifadə olunursa, araya artikel girməz. By bus, by car, by taxi heç bir artikel yoxdur. Amma in və on sözlərindən istifadə etdiyimiz zaman, bəli, hər ikisi də eyni mənaya gəlir. Məsələn, I go to school by bus. Mən məktəbə avtobusla gedirəm. I go to school on a bus. İkisi də eyni şeydir. Biri inlə, biri by ilə verir. In ya da onla verərəmsə, o zaman artikel verə bilərəm. Təyin edici ENZ artikelini verə bilərəm. Amma by sözünü ilə gələrsə, heç birisində artikel verməyəcəm. Bu da xüsusi isimlərdə dedik ki, olmayacaq. Bunlar haqqında yuxarıda verdik dillər hamısını haqqında danışdıq. Artıq burada bayramlardır, adam adları, həftənin günləri, aylar, illər, bunların qarşısında fəsillər artikel işlədilmir. Play sözü haqqında da danışdıq, körpülərlə işlədilmir. Bunların hamısı haqqında yuxarıda danışdıqca qeydlərimi aparmışam. Artikelsiz işlənən ifadələr də var burada. Bunları da əzbərdən öyrənmək lazımdır. Artikel haqqında bu qədərə ümid eləyirəm ki, hər şey aydın oldu. Hər şey xırdalığına qədər izah etməyə çalışdım. Geniş mövzudur, xırdalığı olan mövzudur, amma öyrənilə biləcək mövzudur. Yəni, deməyək ki, çoxdur, öyrənə bilməyəcəyik. Əgər hər hansı bir sualınız olarsa mütləq şəkildə verin. Dinlədiyiniz üçün təşəkkür edirəm.